təkcə məndən, ailəmizdən, el obamızdan ötürü yox, bütövlükdə xalqımız, dövlətimiz üçün çox ağır, faciəli günlər yaşayırıq. Rusiyanın Yekaterinburg şəhərində Azərbaycanın çox ləyaqətli oğlanlarına qarşı azğın Rus rejimi tərəfindən böyük bir zülm törədilib. Onlar qanunsuz, əsassız, amansızlıqla həbsə alınıb, işgəncələr altında həyatını itirənlər var, şikəst olunanlar var, üzərində qondarma bir məhkəmə prosesi qurulanlar var. Hələ də onların bir qismi Rusiya zindanlarındadır. Amma biz bugün ümumilli lider Heydər Əliyevin adını daşıyan bu hava limanında orada qətlə yetirilmiş soydaşlarımızın, mənim doğma qardaşlarım olan Səfərov Hüseyn Mehdioğlu'nun və Səfərov Ziyəddin Mehdioğlu'nun cənazələrini, o mübarək cəsədlərini qarşılamaq üçün yığılmışıq. Məndə olan məlumata görə və yəqin ki, ictimaiyyətimiz də bilir ki, onlar bu qətilləri etiraf eləmək istəmirlər. Sanki bu müəyyən bir yaşda, 55-59 yaşında olan mənim qardaşlarımın güya ani bir ölümlə həyəcan altında həyatını itirdiyini iddia edirlər və görünür, mən belə başa düşürəm ki, elə verilən orada məhkəmə tibbi ekspertiza rəyində də yəqin ki, bu öz əksini tapacaq. Amma burada dövlətimiz qərarlı bir şəkildə burada yenidən məhkəmə tibbi ekspertizasının keçiriləcəyi ilə bağlı da mənə məlumat verilib. Bu mənə çox böyük bir inam hissi aşılayır. Ümumiyyətcə, hadisənin ilk saatlarından etibarən mən bunu ictimailəşdirəndən sonra dövlətimizin tutduğu mövqe, onun ayrı-ayrı strukturlarının çox çevik, çox səmərəli fəaliyyətə keçməsi böyük bir faciənin qarşısını aldı.